Birinci Dünya Müharibəsi dövrü Azərbaycan. Bildiyimiz kimi Birinci Dünya Müharibəsi 1914-18-ci illəri əhatə edib və Birinci Dünya Müharibəsində Antanta və Üstlər İttifaqı bir-birlərlə rəqabət əsasında müharibəyə qoşulacaqdılar və bu Antanta tərkibində bilirsiniz ki, Rusiyada 1914-cü ildə müharibəyə qoşulub və bu müharibəyə qoşulan zaman Rusiyanın tərkibində Azərbaycan da elə Rusiyanın tərkibində müharibəyə qoşulacaq. Müharibə dövründə Azərbaycanla bağlı müəyyən bir planlar var idi. Bu planlar hansı ölkələrin, işğalçı və müharibə aparan tərəflərin Azərbaycanla bağlı planları vardı. Birinci Osmanlı planına baxdığımızda Osmanlı məqsədi Qafqazı ələ keçirmək, Rusiyanı buradan qovmaq, Turançılıq ideologiyasını tətbiq eləmək və yaymaq şərqə. Almaniyanın məqsədi o idi ki, Azərbaycan neftini ələ keçirib Rusiyanın nefti olan tələbatının qarşısını almaq və müharibənin taleyini həll eləməkdir. Bir də xüsusilə də burada deyək ki, məsələn Osmanlının verdiyi, Almaniyanın verdiyi və Böyük Britaniya və Fransa var ki, xüsusən də Böyük Britaniyanın verək, 1917 və 18-ci illərdə Azərbaycan müharibə planlarına daxil edilir. Yəni 17-18-ə qədər Azərbaycan müharibə planlarına daxil deyildir bu ölkələrin, amma 17-18-də artıq maraqları cəlb eləməyə başlayacaq. Müharibə başlayan kimi Rusiyada səfərbərlik elan olunacaqdır və hər şey müharibə və hər şey cəbhə mənasında ifadə olunacaqdır. Azərbaycanlılardan da bilirsiniz də ali müsəlman silki orduya cəlb olunur, başqa işin cəlb olunur. Və bu vaxt müharibə başlayanda Azərbaycanlı ziyalılar və Azərbaycan burjuazi nümayəndələri Rusiyaya sədaqət əlaməti olaraq çağırış edirlər ki, bəs biz Rusiyaya xidmət edirik. Lakin Osmanlı müharibəyə qoşulması Azərbaycan müsəlmanları içərisində tərəddüd yaradacaqdır. Amma buna baxmayaraq, yenə də Azərbaycanlılar bəyan edəcək ki, biz Rusiyanın yanındayıq. Rusiya buna baxmayaraq, yəni bu bəyanatlar olmasına baxmayaraq, Azərbaycanlılar daha çox Qərb cəbhəsində vuruşdururdu, Qafqaz cəbhəsində vuruşdurmayacaq. Niyə Qərb cəbhəsi, niyə Qafqaz cəbhəsində vuruşdurmur? Çünki Qərb cəbhəsində Almanlara qarşı vuruşulurdu, Qafqaz cəbhəsi Osmanlıya qarşı vuruşacaq və Osmanlıya qarşı vuruşan Azərbaycanlılar bəzən xəyanət edə bilərdilər və buna görə də Osmanlı tərəfinə keçmə ehtimalı olana görə onlar Qafqaz cəbhəsini uzaqlaşdırdılar. Bu dövrdə Osmanlı ilə bilirsiniz ki, Rusiya arasında 1915-ci ildə Sarıqamış döyüşü olacaqdı. Sarıqamış döyüşündə Ruslar qələbə qazanacaq və Anadolu doğru irəliləyəcək. Lakin 1915-1916 Çanaqqala döyüşlərində də bu vaxt Osmanlılara bütün Türk dünyasına, eləcə də Azərbaycanlara da yardımla gedir. Gizli yolla gedəcəklər onlar tərəfindən vuruşmağa. Bəzi Azərbaycan ziyalıları. Müharibənin baş verməsi Azərbaycan ziyalılara bir ümid doğurdu ki, bəlkə Rusiya bu müharibədə zəifləyər və Azərbaycan istiqlaliyyət qəbul eləyər. Və bunlardan biri də Difai Partiyasının nümayəndələri idi. Difai Partiyasının nümayəndəsi olan Aslan xan Xoyski, Fətəli xan Xoyskinin qardaşı oğlu hesab olunur. 1915-ci ildə Osmanlı ordu komandanı Ənvər Paşa ilə görüşərək Azərbaycan Cumhuriyyətinin, yəni gələcəkdə yaradıla bilmə ehtimalı yüksək olan Turançılıq ideologiyasına irəli sürülürdü. Azərbaycan Cumhuriyyətinin planını verəcəkdir. Bu Cumhuriyyətin planına görə Azərbaycan Bakı, Gəncə, İrəvan quberniyalarından ibarət olmalıdır. Şimali Qafqazın bəzi əraziləri bu quberniyaların ərazisinə daxil olub Azərbaycan Cumhuriyyətinin ərazisini təmin etməlidir. Sonra bu dövrdə gələk Rusiyanın Azərbaycanla bağlı qərarları. 1914 səfərbərliyindən sonra Tatar Süvari alayı yaradılacaqdı. Azərbaycanlılardan ibarət. Buna Ruslar vəhşi diviziya deyir. Təbii ki, Ruslar bizə hər zaman vəhşi xalq kimi görürlər, mədəniyyətsiz xalq kimi görürlər. Yəni ona görə belə deyir, amma halbuki burada Tatar Süvari alayıdır. Bu alayın Rusiyada yaradılan digər alaylardan fərqli cəhəti nə idi? Bu alayın bütün təchizatını biz özümüz, yəni Azərbaycan burjuaziyası özü öz cibindən qarşılayır. Məsəl üçün deyək ki, müharibə olanda normal dövlətlərdə əsgərləri paltarla, silahla, geyimlə dövlət təmin etməlidir, düzdür? Amma bunlarda əsgərlərin paltarları, silahları dövlət yox, deyirlər ki, burjuaziya müsəlman xalqı özü dəstəkləsin, özü təmin etsin. Ona görə bunun fərqli cəhəti olacaq. 1916-cı ildə Brusilov döyüşündə Tatar Süvari şücaət göstərmiş və Almanlar geri otuzduracaqdı, Avstriya, Macaristan və geri otuzduracaqdı və heç bir burada fərarilik qeydə alınmır, fərari yəni əsgərdən qaçmaq, müharibədən qaçmaq və 1917 fevral burjui inqilabına əlaqədar olaraq təşkil edilməlidir və fəaliyyəti dayandırılmalıdır. Lakin sonraki dövrlərdə AXC-nin ordusunun əsasını təşkil edənlərdə olacaq. Sonra Azərbaycanlılardan dediyi ali müsəlman silki vuruşacaqdı. Bunlar kimlər idi?
İbrahim Ağa Vəkilov, görsünüz hamısında Ağa bəy olacaq. Vəkilov. Səməd bəy Mehmandarov. Əlağa Şıxlinski. Naxçıvanski. Və bir də Qayıbov. Qayıbov. Bunlar Azərbaycanlı hərbiçilərdir, hamısı Rus Hərbi Akademiyasının məzunudur. İbrahim Ağa Vəkilov ilk topoqrafçımızdır. Topoqraf birisi də xəritə çəkən yəni. Xəritə çəkən olur. Səməd bəy Mehmandarov Fransa və İngiltərənin ali mükafatına layiq görülüb. Lodz əməliyyatında Almanlar darmadağın edib, Rusları, mühasirə düşən Rusları xilas edib, Vista çayı sahilində qələbə qazanmışdı. Şıxlinski Petrogradın müdafiəsinə dayanacaqdı. Şıxlinski üçbucağı adı ilə məşhur müdafiə sistemi yaradacaqdı. Hətta Rus hərbi məktəblərində bu sistem təhsil kimi, təlim kimi veriləcəkdi. Sonra, hətta Şıxlinski ilə Mehmandarov Rus-Yapon müharibəsində iştirak edən Azərbaycanlılardır. Bunu qeyd edən yadınızda qalsın. Sonra Naxçıvanski Çarın ilk müsəlman yavəridir. Yəni, görmüşsünüz zaman prezidentlər yanında bir hərbiçilər dayanır, belə buralarda belə. Bax, onlar yavərlər sayılır. İkinci adamlardır, əsas şəxslərdir. Yəni, Çarın həmişə yanında orada xüsusi alayın komandirləridir. Və Naxçıvanski Çarın ilk müsəlman yavəridir. Və demək olar ki, o da Vista çayı sahili yaxınında Almanları məğlub eləmiş və şücaət göstərmişdir. İkinci Nikolay sonuna qədər sadiq olmuşdu. Hətta 2-ci Nikolay taxtdan salınandan sonra 1917-ci ildə onu vəzifədən uzaqlaşmışdı, özü istəyinə uzaqlaşıb Nikolayın şəxsi mühafizəsini təşkil etmişdi. Yəni özü orada olmuşdu. Sonra Fərxağa Qayıbov ilk təyyarəçilərimizdir. İlk təyyarəçimiz olmuşdu. Vilnius səmasında vuruşmuşdu burada da. Fərxağa Qayıbov Georgi ordenindən təltif olunan Azərbaycanlıdır. Ordeni Rusiyanın ən ali hərbi mükafatıdır. Sonra Georgi silahı ilə təltif olunan da Mehmandarov olacaq. Ümumilikdə Georgi ordenindən təltif olunan bir Qayıbovdur, bir də Tatar süvari alayıdır. Amma silahı ilə təltif olunansa Mehmandarovdur. Amma həm Mehmandarov, həm Şıxlinski İngiltərə, Fransanın ali hərbi mükafatına layiq görüləcəkdir. Yəni Almanlara qarşı göstərdiyi şücaətlərdir. Sonra müharibənin Azərbaycan iqtisadiyyatına təsirləri. Təbii ki, Rusiya 1914-cü ildə çox böyük dərin böhran keçirdi və iqtisadi gərginlik var idi. Və bu gərginliyin qarşısında müharibə də olacaq, bu iqtisadi gərginlik böhrandan əvəz olunacaq. Neft sənayesi aşağı düşəcəkdi, iqtisadi gerilik baş verəcəkdi, iqtisadi zəifləyəcəkdi, əhalinin sosial vəziyyəti ağırlaşacaqdı. Müharibədə kişilərin cəbhəyə getməsi kənd təsərrüfatında işləri yarımçıq qalmasını gətirib çıxaracaqdı. Bununla paraleldə yaralıların Bakıya daha çox gətirilməsi orada ərzaq çatışmamazlığına gətirib çıxaracaqdı. Yəni bu tipli şeylər baş verəcək. Bu dövrdə Tağıyevin toxuculuq fabriki, bir də Gədəbəy Misəritmə zavodu müharibə tələblərini yerinə yetirəcək, yəni sifarişlərini yerinə yetirəcək. Burada hətta Gədəbəy Misəritmə zavodundakı olan xristiyan əhali müharibəyə aparılmır ki, çünki sifarişlər yerinə yetirilir. 1916-cı tarixin ilk qadınlar qiyamı baş verir, Bakıda baş verəcək. Yəni ona qədər qadınların qiyamı yox idi, ilk dəfə qadınlar. Nəysə bu qadınlar həqiqətən çox güclü qiyam idi. Hətta burada bir çox nəfər, yəni bir neçə yüz insan vəfat eləmişdi, ölmüşdü, ayaq altında qalmışdı. Qadınlar ondan əzmişdilər. Hətta çömçəklə falan döydürmüşdülər, öldürmüşdülər. Bunun baş vermə səbəbi möhtəkilliyə qarşı idi, taxıl möhtəkilliyi. Möhtəkilliyə qarşı baş verməsi Zeynəb Paşa ilə oxşar cəhətdir. Qadınların iştirak etməsi Zeynəb Paşa Babillər hərəkatına da oxşar cəhət verəcəkdir. Sonra bu dövrdə bunları dedik. Gələk Cənubi Azərbaycan hadisələrinin məsələsinə. Cənubi Azərbaycan bilirsiniz Qacar və İranın tərkibindədir. Amma Qacarlar müharibədə bitərəf idilər. Buna baxmayaraq Osmanlı və Rusiyanın döyüş meydanına çevrilirlər. 1912-ci ildə Almanlar Cənubi Azərbaycanda toxuculuq fabriki açacaqdılar. Almanların Cənubi Azərbaycanda kapital qoyması Şimali Azərbaycan 1865-nin oxşar cəhət verirsiniz. 1914-də müharibə başlayır. Bildiyiniz kimi 1914-cü müharibə başlayacaqdı və müharibə başlayandan sonra Osmanlı qoşunları Cənubi Azərbaycana qoşun yeridəcəkdi. Amma Sarıqamış əməliyyatından sonra Osmanlılar Cənubi Azərbaycana çıxıb Ruslar daxil olacaqdı 1915-ci Təbrizə. Təbrizə Rusların daxil olması 1827 tarixinin oxşar cəhətidir. Yəni bu oxşarları qeyd eləyin. İkinci Rus-Qacar müharibəsini yadınıza Təbrizə daxil oradan verirsiniz. Sonra 1917-də Rusiyada inqilab məğlubiyyəti olaraq Rus qoşunları
Cənubi Azərbaycana çıxır. Bu vaxt ingilislər daxil olur Rus qoşunlarının yerinə. 18-in martında ingilislər erməni və aysorlarla birlikdə, tayfa adlar bunlar, onlarla birlikdə bir növ Cənubi Azərbaycanda qırğınlar törədirlər. 1918-in martında Urmi bəlası baş verəcəkdir. Urmiyyədə qırğınlar baş verir. Ermənilərin qırğınlar törətməsi Cənubi Azərbaycanı, Şimali Azərbaycanı 1905-1906 ilə, həm də elə deyim, bu yaxınlarda birazdan keçəcək, yəni 1-2 dəsə sonra 1918 Şimali Azərbaycandan oxşar cəhət sayılacaqdır. Bu Cənubi Azərbaycandır, bu da Şimali Azərbaycandır. Ya, oxşar cəhət sayılacaqdır. 1918-də oxşar cəhət sayılacaqdır. İndi gəldik nəyə? Dedi ki, qırğınlar bu saatda baş verəcək. Sonra bu qırğınların qarşısı almaq üçün Şeyx Məhəmməd Xiyabaninin özünün hərbi dəstələri, bir də Osmanlılar yardıma gələcək ki, qırğınların qismən də olsa qarşısı alınsın. Bu da sizin müharibə dövründə Şimali və Cənubi Azərbaycan.